Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed. Bugün sizlərə dəstəmazı nə şəkildə almaq lazımdır, onu əməli bir şəkildə göstərmək istəyirəm. Təbii ki, mən dəstəmaz alarkən təkcə vacibatla kifayətlənəcəm. Siz istəsəz müstəhəbbi əməllərə də riayət edə bilərsiniz. İlk öncə əlimizə su doldururuq. Və üzümüzün tük bitən hissəsindən çənənin altına qədər yuxarıdan aşağı yuyuruq. Diqqət edirsiniz, yuxarıdan aşağı yumaq lazımdır. Əgər bir nəfər bilərəkdən aşağıdan yuxarı yuyarsa, dəstəmazı batil olacaqdır. Bu şəkildə gözlərin bu qıraq hissələrini və dodaqların qıraq hissələrini yuxarıdan aşağıya yumaq lazımdır. Mən bir dəfə bunu yerinə yetirirəm. Təbii ki, siz istəsəz digər müstəhəb əməllərə də riayət edə bilərsiniz. Bir dəfə üzv yuyulur tük bitən hissədən yuxarıdan aşağıya. Sonra sol ələ su doldurulur və sağ əlin dirsəyindən ta barmaqların ucuna qədər yuxarıdan aşağı, diqqət edirsiniz, yuxarıdan aşağıya. Əgər əlinizdə üzü və yaxud da ki, digər maneələr vardırsa, bu suyun maneənin altına daxil olmağına yəqin etməlisiniz. Yuxarıdan aşağı diqqət edirsiniz, bu şəkildə yuyursunuz bir dəfə. Təbii ki, mən vacibatla kifayətlənirəm. Siz müstəhəb əməllərə də riayət edə bilərsiniz. Sağ əlimizi yuduqdan sonra sol əlimizi də eyni ilə sağ əlimizi yuduğumuz kimi, yəni dirsəkdən ta barmaqların ucuna qədər olan hissəni tam bir şəkildə yuyuruq və yəqinə çatmalıyıq ki, bu miqdarı tam bir şəkildə biz yumuşuq. Sol əlimizi də yuduqdan sonra başımıza məs çəkirik bu şəkildə. Bu şəkildə məs eləsək kifayət edəcəkdir. Başımıza məs etdikdən sonra vacibdir ki, sağ ayağımıza barmaqların ucundan ta oynağa qədər məs edək və sağ ayağımıza məs etdikdən sonra lazımdır ki, sol ayağımıza barmaqların ucundan ta oynağa qədər məs edək. Əgər bir nəfər bu şəkildə dəstəmaz alsa, dəstəmazı düz sayılacaq. Vəssalamu aleykum və rəhmətullah.